Pasient bizə müraciət edib və biz onda minimal bir sallanma gördük, deyəlim. Xəstədə sidik qaçırma, qəbizlik ya da başqa bir problem yoxdur. Sadəcə minimal sallanma var. Bu zaman pasiyentə bəzi yaşı da gəncdir, tövsiyələr veririk. Tövsiyələrdən biri nədir? Birinci, əgər çəkisi çoxdursa, mütləq kilo verməlidir. İkincisi, qəbizlik ya da öskürək, xroniki bir problem varsa, qarın daxili təzyiqi artıran bir problem varsa, bu problemlərdən uzaq olmalıdır, sağlam qidalanmalıdır və bizim bəzi egzersizlərimiz var, hansı ki minimal spor hərəkətlərdir, Kegel egzersizləri olsun ki, iləriyən zamanlarda pasiyenti sidik qaçırmadan və başqa problemlərdən qurtarır. Bu məsləhətləri pasiyentə veririk. Amma hansı pasiyent qrupuna veririk? Orada böyük əzələ, fasya defekti, böyük bir yırtıqlar olmayan xəstə qrupuna veririk. Hər kəs də bu məsləhətdən faydalana bilməz. Yəni minimal bir qrupa, hansı ki təsadüfən bunu araşdırdıq, üstünə düşdük, bu xəstə qrupuna bu məsləhətləri verib müəyyən qədər onun qarşısına, sallanmanın qarşısına keçə bilərik ya da sallanmanın hızını, sürətini azalda bilərik ki, əməliyyat daha gec olsun.